Və ümumiyyətlə onu deyək ki, beynəlxalq təşkilatlar, o cümlədən NATO-nun özü, bunlar yekdil bir orqanizm deyil və orada bir çox dövlətlər təmsil olunub və hərəsinin də öz siyasi maraqları var. Və bu günləri NATO rəsmisinin nəsə açıqlaması bu o demək deyil ki, səs verməyə gəldikdə bütün dövlətlər bunu dəstəkləyəcəklər. Yəni bu məqam belə. Çünki xatirinizdədirsə 2008-ci ildə NATO Ukraynanı öz sıralarını qəbul etməklə bağlı bəyanat vermişdi və məhz bundan sonra Ukrayna tərəfi cəsarətlənmiş, buna arxain olaraq müstəqil siyasət yürütməyə başlamışdı və Rusiyadan qaçma mövqelərini gücləndirmişdir. Amma fakt onu göstərdi ki, nə 2014-cü ildə, nə də ondan sonraki müddətdə NATO bununla bağlı nə Ukraynanın öz sıralarını qəbul etdi və əksinə sizin də dediyiniz kimi bu günləri Trump NATO'nun demək olar ki, aparıcı ölkəsinin rəhbəri qeyd edir ki, Ukrayna heç zaman NATO'da olmayacaq. Maliyyə tərəfinə gəldikdə isə, bəli, maliyyə vacibdir, ancaq silah qədər yox. Silahın da, bugün Ukraynaya lazım olan silahın da əsas hissəsini Amerika Birləşmiş Ştatlarında istehsal edilən silahlar təşkil edir. Ukrayna düzdür, özü də silahlar istehsal etməyə başlayıb, amma bu çox azdır. Ona görə də nə qədər maliyyə olsa belə, son nəticədə yenə də silah-sursat təminatı vacib rol oynayır və müharibənin gedişatına maliyyə ilə təsir etmək olduqca çətindir.